Toy üçün alıb. Əynində geyinəndə baxarıq görək necə qalır. Hətta qorxu ilə bağlatdı. Həmin özünün səhvəsinin də aqibəti mənim kimi oldu. Buradakı 3 məhsulu pulsuz almışam. Kampaniya idi. Çox balacadır. Bir maskura boydadır. Bu boyda şaxulu cəmi 12 manat. Hər kəsə salam, kanalıma xoş gəldiniz. Sən də elə bana. Bir ara Instagramda arıqlama cover reklamları görürdüm. Deyəsən əlimi kəsdim. Yorumları oxuyurdum, gördüm tələbat çoxdur. Yəni çoxlu arıqlamaq istəyənləri görürdüm. Qərara gəldim ki, trend yoldan 6 dənə alım, görüm sata biləcəm ya yox. Hətta Instagram səhifəsi açmışdım. Reklama da pul vermişdim. Neçə dəfə reklama pul ödəmişdim. Yazıb soruşanlar çox idi, amma hələ satmamışdım. Bir də gördüm ki, Arıqlama Mərkəzi adında bir Instagram səhifəsi var. Mənə yazdı ki, səni polisə verəcəm, sən sata bilməzsən, ay nə bilim nə. Hətta profil şəklimdə qızımın şəkli idi, ona belə söz atmışdı. Mənə dedi ki, səhifəni bağla, yoxsa səni polisə verəcəm, çünki sən sertifikatla işləmirsən. Mənim də bu barədə doğrudan məlumatım yox idi. Sən demə qida təhlükəsizlikdən sertifikat almalısan. Neçə dəfə almaq istəyənlər oldu, mən satmadım, çünki qanunsuz olduğuna görə, ona görə satmadım. Birini özüm açıb işlətdim. 4-ünü də podruqama göndərdim. Bu Bakıdan Kürdəmirə. Yəni pulsuz hədiyyə kimi göndərdim. Özü təklif elədi ki, neçə dəfə pulla verim. Mən razı olmadım, çünki o mənim yaxın dostumdur deyənə ona hədiyyə elədim. Soruşarsınız ki, niyə 4-ünü verdim, 5-ini vermədim? Çünki şkafda gəldim, gördüm ki, 4 dənəsidir, biri yoxa çıxıb. Həmin kofeni də göndərəndən sonra tapdım. Hələ ki açmamışam, bəlkə ha vaxtsa həvəsimə düşər, onu da açıb içərəm. Yaxınlarda həmin səhifəyə girdim, baxdım ki, görüm necədir. Baxdım, gördüm ki, həmin səhifə yoxdur, bağlanıb. Həmin kofenin rəsmi səhifəsi də vardı Instagramda. Ona da baxdım, gördüm ki, həmin kofe səhifəsi də bağlanıb. Yəni mənim səhifəmi hətta qorxu ilə bağlatdı. Həmin özünün səhifəsinin də aqibəti mənim kimi oldu. Əslində hər an rusi özünədir. Gərək kiminsə rusinə göz dikməyəsən. Ona görə də mənim səhifəmi bağlamaqla onun rusisi artmadı, daha çox itirdi. Ona görə də heç kimin günahını almaq lazım deyil. Həmin kofe içəndə birinci dəfə məndə halsızlıq yaranmışdı. Sonrakı vaxtlarda içəndə gördüm ki, həqiqətən də iştahımı kəsmişdi. Bir-iki dəfə içəndə hiss elədim ki, ürəyim yemək istəmirdi. Ümumiyyətlə çalışmaq lazımdır ki, belə kofelləri bir aydan artıq istifadə eləməyəsən. Saf kofenin özü belə ac qarnına içiləndə mədədə turşuluq yaratdığına görə mədədə problemlər yarada bilər. Ona görə də istifadə edəndə ara vermək lazımdır. Ya da çalışın ki, heç istifadə eləməyə gərək qalmasın, öz iradəniz möhkəm olsun. Arıqlamaq üçün ən effektiv qida yumurta qaynanmışıdır. Mən bu sayədə 10 kilo atmışam. Deməli, bədən birinci enerji kimi zulaldan istifadə eləyir. Ona görə də gərək zulal yeyəsən. Zulal yeməyəndə bədəndəki yağdan deyil, birinci bədənin əzələsi əriyir. Çoxlar düşünür ki, arıqlayır, amma elə deyil. Yağdan getməyib əzələ əridiyinə görə diyeta bitəndə təzədən yenə çəki eyni vəziyyətə qayıdır. Ver mənə. Hazırdır, bişib. Təxmini 40 dəqiqə saxladım asxotda ki, özü yaxşı pişsin. Çox möhtəşəm görsənir. İndi istəyirəm dadına baxım görüm necə alınıb. Gözləyirdim ata kola gətirsin, amma gec gəldi. Məndə səbrim çatmadı. Ona görə də yeyirəm. Çox dadlı alınıb. Əla. Bir şey görmüşsən? Teymurdan bacımgilin kargoları gəlib, yeni üzünü çevirim, görsənməsin. Orada şəxsi məlumatlar var, ona görə. Kargonu birazdan açacağım. Bu da şeydir. Çox xoşum gəlir. Bununla Sezar salat eləyəcək. Dadı da şirin pasondur, çox dadlıdır. O gün Rebusdan aldığım bıçaqla, balaca bıçaqla kəsəcəm paketi. Sırf bunu açmaq üçün almışam. Elə kəsim ki, içindəkilər zədələnməz. Bu paltar Rəhimənindir, balaca bacımındır. Toy üçün alıb. Əynində geyinəndə baxarıq görək necə qalır. Məncə qəşəng olacaq. Bunu da Banu üçün alıb. Çox gözəl dəstdir. Material da yaxşıdır. Banu xala sənin üçün paltar alıb. Bu da özünə kofta alıb. Əynində yoxlayar baxar. Bu da böyük bacımın paltarıdır. Elə bildim böyük bacımın deyə. Bu Banununmuş. Elə bildim ki, böyük bacımındır. Çox qəşəngdir. Əsl toyluq paltar.
çox gözəldir. Bacımın zövqü də çox möhtəşəmdir. Çox gözəldir. Birində özümə belə bir şey alım. İnşallah özümə də belə bir şey almaq istəyirəm. Bunlar da ayaqqabıdır. İnşallah toya gedəndə geyinəcək. Bunu deyəsən böyük bacım üçün alıb. Hamısını geyinəcəyində çəkəcəm videosunu. Böyük bacım paltarı budur, göy rəngdədir. İndi açıq baxaq. Bacım biraz kilosu çoxdur, ona görə böyük razmelidir. Geyilib baxar, görək necə qalar. Bu da Banu üçün paltardır. Bilmirəm, uşaq üçündür ya yox. Böyükdür razmeli. Bu boyda məncə uşaq üçün olmaz. Bəlkə kofta kimi bir şeydir. Bilmirəm. Amma bu boyda uşaq üçün paltar olmaz. Çox yekədir, çox. Yəqin ki, bu koftadır. Mən elə başa düşdüm ki, paltarı oxşatdım. İçindəkinə baxaq, görək bu nədir. Bunlar da sırqadır. Az bunun paltarına baxaq. Az prensesdir ki bu. Bu da böyük bacım paltarı. Ayaqqabısı da belədir. Hala bala toya hazırlaşırlar. Yo, üzümü çəkmir. Bu da belə paltardır. Bu paltar da biraz böyük gəldi. Bunun qıraqlarından yığmaq istəyir. Banun da bu bir paltarı belədir. Dayansa baxardıq necədir. Kofta da belədir. Çox qəşəng, möhtəşəm. Əyninə oturur. Materialı da, rəngi də, quruluşu da çox gözəldir. Əladır. Düş yerə Banu, düş yerə. Ata çayını içmək üçün belə bir şokolad alıb. Cımavar çayımız da hazırdır. İndi şokoladla içəcəyik. Eləmə də, hadi. Banu çim-çim eləyib. Opa! Hepsi temizleyeceğim. Bibim qızı bizə qonaq gəlib, ona görə də simovar yandırır. Canlı qismət olmuş ki, blogerlərlə simovar çay içmək. Gəlmişəm blogerdə intervyu almağa. Banu da yatıb. Durmusan. Banu. Bir gündür yanır, hələ bu qədər yanıb. Bu pampersi dünən bacım aldı. Hələlik dənəlik aldı ki, atam hələ təzəsini alırdı, paçkanı alırdı. Hələlik onun yerinə bacım bunları aldı. Gecə amma 2 dəfə durub dəyişmişəm. Bütün paltarda yaş olub Banunun. Ona görə də buna pul verməyə dəyməz. Mən həmişə Predo Baby işlədirəm ki, bunun keyfiyyətindən razıyam. Keçən dəfələri yoldaşım Sleepy də almışdı. Sleepy'ni də işlətdim, o da sızdırır paltarlara. Su töküm karıştırdı. Ayağım yalnız eləmir, ayakkabı için oynar. Bu yağmura da yağmur. Bir de ayakkabı için. Al. Zədələnmiş şamları təzədən düzəldəcəm. 5 dənə sifariş var, inşallah onları hazırlayım, sabaha çatdırmalıyam. Ata buranı təzə batanamışdı ki, pişik gəldi, çorladı. Bütün ayaq izlərini qoydu, getdi. Ciğer yanmış pişik gönlüne. Ciğer yanmış pişik gönlüne. Siz bir buranın halına baxın, görün nə vəziyyətdədir. Sabah axşamlar hazırlayıram, inşallah səhər hamısını açacağım.
Bu şam da burada yanır. Artıq 36 saatdan çoxdur ki, belə vəziyyətdə yanır. Yəni hətta neçə vaxt yanmalıdır. Banu yatıb, ona görə də şamları həyətdə açacağam. Şu hamısını paketlədim. Yığıram, verirəm, bacım aparacaq. İnşallah xeyirli uğurlu olsun. Ruzuli bərəkətli olsun inşallah. Sörəmə gəl, yığ bunları kloka. Nə fikirləşsən Banu? Uşaqlar bayramına görə Rəhimə Banu üçün belə bir dəstə alıb. Yoxlayacaq görək, əgər yaxşı olmasa aparıb qaytaracaq. Gördük ki, xoşumuza gəlmədi, ona görə də apardı qaytarsın. Təmi bağlamam gəlib, baxaq görə içində nə var. Buradakı 3 məhsulu pulsuz almışam, kampaniya idi. 3 məhsul alandan sonra 38 manat məbləğində mal götürəndə mənə hədiyyə elədilər. Burada set şəklində lip balmdır. İçində deyəsən 6 dənədir. Bunu mən pulsuz aldım. 3 dənə pulsuz məhsulun içində idi. Maksimum bozunluqda açılır. Bu aloe yelidir. Bu da çiyələkli. Ananasdır. Yox, bu ananaslı deyil, mangoludur. Üzümlüdür. Kokosludur. Bu da qarpuzdur. Bu da koftadır. Bunu da pulsuz almışam. Pulsuz 3 məhsulun içində idi. Bu da gəlinlə bəy kostyumu formasında şokolad dağıtmaq üçün qutulardır. Belə formada gəlir, sonra yığıb içinə şokolad qoyursan. Hazırladım, belə formada alındı. Boş günlərində belə bir dağıtmaq üçün şokolad istəyənlər mənim səhifəmə müraciət edə bilərlər. Bu da mikrofondur. Mən video çəkəndə mənə lazım olacaq səsləndirməyə. 2 dənə külək keçirtməmək üçün yumşaq başlıqları var tük formasında. 2 dənə də belə mikrofondur. Bir dənə də telefona keçirtmək üçün belə bir şeydir, aparat. Aparatlar deyəsən zaretka ilə işləyir. Aparatlar zaretkaya qoşmaq üçündür. Bu hava isidicinin sayəsində qəlibləri isti eləməyə daha yaxşı olacaq. Rahat olacaq. Bunları əslində şamlar üçün qutu kimi sifariş vermişdim. Ölçüsünü elə bilmişdim böyükdür. Sonra baxıram, görürəm ki, ölçüsü səndimə balacaymış. Şokolad dağıtmaq üçün qutu kimi istifadə eləmək olar. Yəni onun üçün istifadə edə bilərəm. Axırıncı məhsul da gümüşdür. 925 yazılıb üstündə. Yoxlayacam, görüm paslanır ya yox. Rəngi qaralır ya gedirsə. Test edib deyəcəm sizə. Koftanı ütüləyib geyindiyim düz əynimədir. Çox xoşuma gəldi. Sırqa da qulağımda belə görsənir. Rəhimə getdi, dəyişdi paltarları. Belə bir şey götürdü, belə bir dəst. İndi bunları geyindirəm. Gedirik gəzməyə. Gözəl qızım. Gidin oturun. Özün taxdın açqını. Ay səni. Ay maşallah. Banun qulağını yəni gedirik deşdirməyə. Bu tərəflərdə olmuş. Sən dəfə qulağını əyri deşmişdilər. Yerini gözlədi ki, sağalsın, onu göz istəyirik təzədən deşdirək. Banu çox ağladı, qoymadı deşdirməyə, ona görə də qaldı gələn dəfəyə. Biz gəldik Crescent Mall-a. Liftin olmamağı məni çox təəccübləndirdi. Yuxarı çıxmaq üçün mütləq ki, eskalatordan istifadə eləməliydik. Yəni liftə axtardıq, tapmadıq. Ona görə də məcburən eskalatordan çıxmalı olduq. Banu da eskalatordan çox qorxdu. Hətta elə bildik ki, yıxılacağıq. Qorxur deyənə özünü dala aparırdı. Mən də büdürüyürdüm deyənə qorxdum ki, bu dəqiqə yıxılacam. Yaxşı ki, Vasif yanımızda idi. Bizi tutdu ki, yıxılmayaq.
Bağının qoy da bir də. Bunu bağlama olmalı. Ay canım neyse. Bu ne sen? Sabit kaldım sen. Açım benim sen özel. Alıcı sen. Canım. 2 dənə 5 manatlıq toyuq salatı götürdük. Kime diyorsun? Bir dənə mini şahbulo. Bir dənə də kartofeli banıç. Kartofelini 5 manatlığa götürdük. Canım. Çektim. Banu. Çox balacadır. bir nə boydadır. Bir maskura boydadır. Kap getirebilirsin. Bu boyda şahbulo cəmi 12 manat. Bilsəydik bu ölçüdə heç sifariş eləməzdik. Mini çok balaca. Dəhşət balacadır. Mən elə bildim, bunu 2 nəfərə yemək olar. Heç bunu 1 nəfərə yemək olmaz. Yine çimmiş. Ha, kilo da. Sağ olun. Sağ ol kardeş, sağ ol. Biz çıxdıq, gedirik evə. Banu maşında yat. Maşından düşəndə Banu ayıldı. İndi təzədən qoyduq kolyaskaya ki, yatsın. Bunları Vasif aldı gələndə. İndi samavar çayla içəcəyik. Min abunə olmağıma çox az qalıb. Sizlərin sayəsində bu hədəfə yaxınlaşıram. Ay Allah, sana bu nə sən? Videonu bəyəndinizsə like etməyi unutmayın.